testi birinci hissə test toplusunda natural ədədlər mövzusunda 12-ci sual var. Deməli 12-ci testə baxırıq. A, B, 7 çıxılsın AB bərabərdir 133 olarsa A üstəgəl B cəmini tapırıq. Biz əvvəlcə misalı sadələşdiririk, sonra A-nın və B-nin aldığı rəqəmləri yerinə qoyub hesablayırıq. Deməli, uşaqlar demişdik ki, natural ədədlərdə üstü xət. Bax, bir var, kənarda mən sizə bir dənə izah verim. Deməli, bir var, hər hansı bir AB ifadəsi, bir də var AB üstü xət. Deməli, AB ifadəsi məlumdur ki, A vurulsun B deməkdir. AB üstü xət isə bu iki rəqəmli natural ədəddir. Təklik onluq və bunun da açılışı 10A üstəgəl B deməkdir. Yəni, harada belə ifadə görsəz, bilin ki, hər hansı bir A ədədinin B ədədinin hasilidir. Belə üstü xət ifadə isə bu natural ədəd deməkdir və onun da açılışı bu formada olur. Qaydırıq öz misalımıza. Deməli, burada bunun iki həlli var. Bir düstur qayda yolu ilə, bir də sadə yolla. Mən hər ikisini izah eləyəcəm. Artıq seçim sizindir. Deməli, birinci, bax, verilən ifadənin açılışını yazırıq. 100A üstəgəl 10B üstəgəl 7 çıxılsın 10A üstəgəl B. Bunu mötərizədə yazıram ikinci ifadəni. Ona görə ki, qarşısında çıxma işarəsi var. Bərabərdir 133-ə. Sonra, deməli, bunu tam açılışını yazırıq. 100A üstəgəl 10B sonra çıxılsın 10A çıxılsın B. Bərabərdir. 7-ni keçirdirəm bərabərliyin sağ tərəfinə. 133-dən 7 çıxanda, belə də yazıram, 133 çıxılsın 7. Deməli, eyni olan ifadələri bir-birindən toplaya çıxa bilirik. Bunu bilirdik. 100A-dan 10A-dır. Çıxırıq qalır 90A. Sonra 10B-dən də B çıxanda üstəgəl 9B. Bərabərdir. 133-dən də 7 çıxanda qalır 126. Hər tərəfi sadələşdirə bilərik. Yəni, hər tərəfi 9-a bölə bilərik ki, sadələşmə aparaq. Deməli, burada eləyir 10A üstəgəl B bərabərdir. 126-nı da 9-a böləndə 12-nin içində 9 bir dəfə. 36-nın da içində 9 4 dəfə. Bu elədi 14. Deməli, 10A üstəgəl B 14 nə deməkdir? AB, bax 10A üstəgəl B, bax burada bayaq izahda vermişdim. AB-nin açılışı 10A üstəgəl B deməkdir. Yəni AB, bax 10A üstəgəl B 14 isə, deməli, bax ifadəni biz belə natural ədəd formasına gətiririk, elədi 14. Bizdən də nə istəmişdi? A üstəgəl B-nin cəmini. Bu da eləyir 1 üstəgəl 4 bərabərdir 5. Cavabımız E variantı. Bunun indi ikinci seçmə yolu ilə mən yazacağım. Baxın uşaqlar. Deməli, bu ikinci qayda. Deməli, yenə də ifadəyə qaydırıq. AB 7 çıxılsın AB 133. Hər hansı 3 rəqəmli ədəddən 2 rəqəmli ədədin çıxılması. Baxın, sütun şəklində, yəni normal bildiyimiz çıxma şəklində yazıram. Bu bizim ikinci üsulumuzdur. Yəni, bu qayda yolu ilə getdik. Burada isə seçmə yolu ilə. 3 rəqəmli ədəddən 2 rəqəmli ədədi sütun şəklində çıxanda, yəni bu formada yazırıq. Deməli, bizə verib AB 7 çıxılsın AB 133. İndi biz nəyə fikir veririk uşaqlar? Deməli, çıxmaya başlayanda həmişə ən sonuncu ifadədən başlayırıq. 7 çıxılsın B eləyib 3. 7 çıxılsın B nə demək? Yəni 7-dən hansı ədədi çıxdıqda 3 alınır? 7-dən neçə çıxsam 3 alınır? 4. Deməli, B-nin yerində nə durdu? 4. Deməli, bu B-nin aldığı qiymət 4-dür. Bu 4-ü gətirirəm, B-ni yerləşdirirəm. Deməli, 4-dən çıxmışam A-nı, alınıb 3. 4-dən də neçə çıxsam 3 alınır? 1. A-nın da qiyməti oldu 1 və bu 1-i də gətirib yerinə qoyuram. İndi burada ədədlər yaradıram. 147 çıxılsın 14. Baxıram görüm cavabımız alınırmı? 7-dən 4 çıxdıqda 3 qalır. 4-dən 1 çıxanda 3 qalır. 1 də düşürük aşağı. Deməli cavabımız alındı.
B'nin yerində durmuşdu. B bərabərdir olmuşdu 4. A da bərabərdir 1. 4 ilə də 1-in cəmi elədi 5. Yenə də cavabımız eyni alındı. E variantı. Bu birinci bax bu izah elədiyim, əvvəldə izah elədiyim bu qayda düstur yoludur, qayda yolu, açılış yoludur. Bu da sadə, yəni ədədləri yerinə qoymaqla belə bir ifadə yaratdıq və cavabımızı aldıq. Artıq seçim sizindir. Hansı üsulla gedəcəyinizi özünüz qərar verin.